Azərbaycan ordusunda müddətli xidmət keçən əskərlərin məzuniyyət günlərinin artırılması məsələsi son günlər ictimai müzakirələrə səbəb olub. Bəs gələcəkdə əskərlərə verilən məzuniyyətin 20 günə artırılması mümkündürmü? Bu haqda konkret qaza açıqlama verən hərbi ekspert Ədalət Verdiyev qeyd edib ki, hazırda xidmət müddətinin 1 il və ya 1 il yarım olmasının fərqinə varmadan müddətli hərbi qulluqçulara yalnız bir dəfə olmaqla bir gün məzuniyyət verilir. Ekspertin sözlərinə görə bununla yanaşı xüsusi hallarda ailə vəziyyəti və ya mükafatlandırma səbəbilə əlavə məzuniyyətlər də tətbiq edilir. Ailə vəziyyəti ilə bağlı məzuniyyət komandirin qərarı ilə müəyyən edilir və ailədə yaranmış real vəziyyətin ağırlığından asılı olur. Mükafatlandırma məqsədi ilə hərbi hissə komandiri əskərə əlavə 5 gün məzuniyyət verə bilər. Ədalət Verdiyev hesab edir ki, məzuniyyət sisteminin təkmilləşdirilməsi mümkündür və daha ədalətli sıxım tətbiq oluna bilər. Onun fikrincə, 1 il xidmət edənlər üçün bir gün, 1 il yarım xidmət edənlər üçün ikinci xidmət ilinə görə əlavə 5 gün məzuniyyət verilməsi daha məqsədə uyğun olardı. Ekspert gələcəkdə məzuniyyət günlərinin artırılmasının real və müzakirəyə açıq bir istiqamət olduğunu da istisna etmir.